Hər birinizi salamlayıram. Bu günlərim sual verməyə kartlara. Sadəcə patokdan oxuyaq. Transformasiya. Düşünürsünüz nə qədər olar, amma yeni yola transformasiyadan sonra keçid alırsınız. Dönüşümdən sonra nəyinsə bitişi və yeni başlanğıc. 19 ya da 9-10. Bu rəqəmlər sizlə rezonans olacaq. 12. Tak. Hal-hazırdakı səsləyəniniz, halınız yeni keçidə dövr alır. Ola bilsin ki, ruhunuzda yeni maraqlar yaranır və yaxud da yaranacaq. Ola bilsin ki, hansısa sıxıcı bir məkandan daha dönüşüm və açılım prosesinə keçirsiniz. Ola bilsin ki, hansısa qapalı məkandan yeni bir azadlıq yaradırsınız. Bunu ola bilsin ki, özünüzdən xəbərsiz, amma sizin enerjiniz bu dəqiqə dünya üçün bu prosesdə iştirak edir. Və bu sahədə siz möhtəşəm yerdəsiz. Sadəcə yaralı. Yaralı və öz yaralarından Tanrı kəşfinə bir damla əmək qoyan. Nə etməlisiniz? Nə desək, sadəcə məsləhət. Yaratdığınız, yaradıcılığınızı formalaşdırdığınız bir materiyanı və yaxud da hansısa bir daxili uğurlarınızı qoruyun. Qoruyun. Və ola bilsin qoruyursunuz. Bunu davam edin. Bilin ki, indi balaca görsəndiyi addımlarınız gələcəkdə sizə böyük dəstək olacaq. Yeni bir siz, yeni bir sizin enerjiniz prosesinə keçə bilərsiniz. Ola bilsin, hansısa kosmik baxımdan sizə məlumat oldu, amma bu məlumatlarım mənim qapalıdır. Hər kəs bilir və hər kəs anlamaz. Və bunların açarı məndə və o məlumatların sahiblərindədir. Bir də ki, hansısa səslər ola bilsin, tonlarına fikir verməlisiniz. Biraz qulaq asın, dinləyin. Təbiəti, küləyi, alovu, ətrafı, körpəni, ətrafımızdakı kiçik bildiyiniz insanlara sizdən yaşdan yetərincə dəyər verin. Çünki onlar çox dəyərli rol oynaya bilərlər sizin həyatınızda və onların sözləri həmçinin sizlər üçün açardır. Öz potensiallarınızı azad edin. Daxilinizdən gələn hər potensialı azad edin. Çünki artıq onlar azadlığa çıxmaq istəyirlər. Çünki artıq raspakovka baş verə bilər. Yəni, daxilindəki güclərin, proseslərin kəşfi, açılımı, hədiyyə qutusunda. Davam edin. Güc artıq sizinlədir. Bugünlük bu qədər əzizlərim. Məncə yetərincə hər kəs sizə məlumat oldu. Kim anladı. Bəyəni atmağı, rəy bildirməyi unutmursunuz. Kanalımıza dəstək olursunuz. Telegram, Media kanalında sizi gözləyirəm. TikTok həmçinin. Ola bilsin sılkalar, kstati, kanalın bölməsində var. Yəni, hansı platformada məni görmək istəsəz, hər birinizi gözləyirəm, dəstək olun. Hələlik, люблю вас, пока.